Tamam ya davam. Münasibətiniz hal-hazırda küssüz, danışmırsınız, heç kimdə addım atmır. Burada da eləcə də bitib, yoxsa davam edəcək? Gəlin buna baxaq. Hal-hazırda fikrindəki insan hansı enerjidədir? Münasibətinizlə əlaqədar nə qərar veribdir? Niyə addım atmır? Gəl buna baxaq. Birinci, hansı enerjidədir? Özü hansı enerjidədir? Özünün hal-hazırda fikirləri qarışıqdır, götür-qoy eləyir, ölçür, biçir, amma özünü güclü göstərmək üçün susqunluğunu qoruyur bu insan. Yəni, tutaq ki, ayrılmısınız, öz aləmində fikirləşir ki, qoy elə bilsin ki, məni geri qaytara bilməyəcək və s. O məndən çox sərt danışıb, kəskin danışıbdır. Qoy elə bilsin ki, məni itirə bilər, qoy bununla qarşı-qarşıya qalsın. Bunu düşünür. Münasibətinizlə əlaqədar nə qərar veribdir? Fikrindəki insan, gəl baxaq, qərarı nədir? Bir müddət məsafə, askıda saxlamaq bir müddət, amma tam bitiş deyil bu. Mən sizə deyim. Sadəcə askıda saxlayıb və izləmədədir. İzləmədədir, sizi izləyir. Ki, görüm hələ özü necə reaksiya verəcək, hansı addım atacaq, nə bilim, necə olacaq. Yəni, sizdən addım gözləyir. Bu bir manipulativ hərəkətdir daha çox, mən sizə deyim. Tutaq ki, sizi bir qorxuya, bir stresə salaraq, itirmə qorxusu yaradaraq sizdən aktivlik gözləyir. Belə deyim, bu daha çox bilirsiniz kimlər olur. Məsələn, hansısa məsələ ilə əlaqədar demirsiniz ki, ya bunu düzəldirsən, ya davam eləmirik, siz geri çəkilirsiniz. Bu insan o elədiyi səhvi düzəltmək istəmir deyə, durumu düzəltmək istəmir deyə geri çəkilibdir ki, siz öz istədiyinizdən vaz keçib addım atasınız. Niyə addım atmır? Niyə deyirəm? Baxın, pasiv durubdur. Sizi qorxuya salmaq istəyir daha çox. Zamana buraxıbdır və izləyir ki, əşi, öz addım atacaq. Belə bir şey deyir. Gəl baxaq. İndi görək addım atacaqmı? Fikrindəki insan bəs barışmaq istəyirmi? Gəlin buna da baxaq. Yəni, zaten barışmaq deyəndə ayrılıq düşünmürsünüz. Prosta yenə baxaq. Fikrindəki insan səninlə münasibətini davam etdirmək istəyirmi? Bəli, münasibəti davam etdirmək istəyir, sadəcə özünü belə göstərir, yəni bu durumu davam eləmək istəmir. Münasibətiniz belə durumdadırsa, mən bu durumu dəyişməyəcəm, mən özümü dəyişməyəcəm, istəyirsənsə sən addım atırsan, istəmirsənsə də əşi, eyb yoxdur, belə bir fikirləşir. Barışmaq istəyirmi? Gəl buna da baxaq. Barışmaq istəyirmi? Fikrindəki insan barışmaq istəyirmi? Səndən addım gözləyir barışmaq üçün. Bəli, barışmaq istəyir, prosta gözləmədədir və çox əmindir, çox rahatdır ki, özü narahat olub addım atacaq. Mən olsa onu dəyişən deyiləm, bu özümün və s. Baxaq, addım atacaqmı bəs? Fikrindəki insan barışıq üçün sənə addım atacaqmı? Fikrindəki insan barışıq üçün addım atacaqmı? Ani bir addım görürəm. Ani bir addım. Bilirsən necə olacaq? Özü qalacaq, inciyəcək, əsəbləşəcək, küsəcək. Özü sənə addım atacaqmı? Özü sənə barışıq üçün addım atacaqmı? Bu daha çox mən görürəm burada. Mən bir dənə məsləhət görürəm. Özünü saxla, heç bir qorxuya düşmə. Bu addım atmasa belə, bu daha çox çünki səndən gözləyir. Fikrindəki insan özü sənə barışıq üçün addım atacaqmı? Fikrindəki insan özü barışıq üçün sənə addım atacaqmı? Özü barışıq üçün addım atacaq. Biraz gec olacaq. Gec bir vaxtda olacaq. Barışıq olacaqmı aranızda? Baxın. Çünki burada bilirsən nə vaxt olacaq? Sən uca deyəcəksən ki, əşya atmadı da, bitdi, getdi. Bitdi, getdi dediyin anda. Bitdi, getdi dediyin an hansı srok olur? Adam var 1 aya bitir gedir, adam var 5 aya bitir gedir. Bax, həmin srokda. Aramızda barışıq olacaqmı? Mən barışıq görmürəm, zamana buraxmaq görürəm. Necə? Yenə deyirəm, tamamilə sənin bitdi, getdi dediyin bir anda bu insandan birdən-birə ani bir addım gələcək və sən artıq qərarsızlıq yaşayacaqsan ki, yəni bu vaxtdan sonra gəlibsə, mən bunu neynirəm? Bundan davam eləyim, ya eləməyim? Belə bir şey olacaq, yəni. Ona görə qərar sənin olacaq və bu qədər zaman səndən addım atmayan bir insan zaten sənə lazım deyil. Aldım, qəbul edim, ya da ətraflı baxım üçünsə profildəki nömrə ilə əlaqə saxla.